Salam dostlar. Belə bir TV Box haqqında məlumat vermək istəyirəm. Həm qutu açılımı, həm də ki menyusu, interfeysi haqqında məlumat vermək istəyirəm. Deməli, TV Box Martel T1 Android 14 olduğu göstərilib. 2 GB, 8 GB yaddaş, 2 GB RAM, 8 GB yaddaş. Çox balaca, kompakt bir qutudur. Açaq qutunu, baxaq görək nə var burada. Bir ədəd pult, səsli axtarışı dəstəkləyir. Burada birbaşa proqramlara daxil olmaq üçün knopkalar. Burada mouse knopkası, söndürmə, yandırma. Bir ədəd USB Type-C kabel. Bir ədəd HDMI televizora qoşmaq üçün. Burada da TV Box'umuz. Bir ədəd TV Box. Çox kiçik, balaca bir TV Box. Burada bir USB Type-C giriş. Burada HDMI giriş. Burada reset düyməsi. Bir ədəd USB və mikrokart yeri. Burada da indikator işığı. Burada da məlumatlar göstərilib. 2 GB RAM, 8 GB yaddaş, Martel. Gördüyümüz kimi içindən adapter başlığı çıxmır. Buna gərək də yoxdur, lazım deyil. Bu USB-C kabel vasitəsilə bunu qoşuruq televizora. Yəni ki, bu TV Box televizordan birbaşa toku oradan götürəcək, enerjini USB girişinə keçiririk. Bu hissəsini də televizorun USB girişinə. Buna görə də adapter başlığı yoxdur. Belə. İndi televizora qoşaq. Görək menyusu, interfeysi necədir. TV Box'u televizora qoşdum.
interface Android TV. Mən Project TV launcherdən istifadə edirəm. Daha sürətli, daha uyğundur istifadə etməyə, rahat. Ayrıca biz buradan aktiv eləməliyik. Aktiv elədik. Ayarlar bölümünə gələk. Android ayarları. İnternet 5G, 2.4G dəstəkləyir. Bluetooth var. Bluetooth vasitəsilə bağlanıb. Bu bölümdə hesablar, oturum, yəni Google account daxil olmaq üçün burada quraşdırılmış proqramlar, burada cihaz haqqında məlumatlar, sistem güncəllənməsini yoxlamaq, cihazın adı, yenidən başlatmaq, dillər, türkcə, rusca, ingiliscə və digər dillər var. Yaddaşı 2 RAM 8 GB. Google səsli axtarışı dəstəkləyir. Proqramın TV-Box'un özündə bir neçə Google Chrome, Play Store, YouTube kimi File Manager kimi proqramlar hazır qurulu gəlir. Bu gördüyünüz digər IPTV playerlər, film proqramları, bunları mən özüm qurmuşam. Kim istəsə müraciət eləyə bilər. Onlar üçün də qura bilərəm. Gördüyünüz bu CPU temperatur, prosesorun neçə dərəcə qızdığını göstərir. Adi istifadə halında 55-56 dərəcə çox yaxşı göstəricidir. İnterfeys çox sürətli, donma yox. Bu qiymətlər civarında olan bir TV-Box'a görə normal sayılır. Device Info proqramı vasitəsilə cihaz haqqında daha dəqiq məlumatlar əldə etmək mümkündür. Cihaz Google Mortal T1 adlanır. Prosesoru Allwinner H313. Bildirim ki, bu prosesor 4K 30 FPS-ə qədər videolar dəstəkləyir. 4K 60 FPS dəstəklənir. Buradan görürük Android versiyası 10. Amma qutunun üzərində Android 14 olduğu görünürdü. Amma cihaz Android 10 ilə gəlir. Cihaz səsli axtarışı dəstəkləyir. Pultun üzərində gördüyümüz bu düymə vasitəsilə axtarış verə bilərik. Basılı tutaraq Google Assistant vasitəsilə istədiyimizi axtara bilirik. Qeyd edim ki, TV-Box hansı dildə quraşdırılıbsa, o dildə də Google Assistantdan məlumat almaq lazımdır.
Hal-hazırda türk dili bu Tvboxda quraşdırılıb. İndi gəlin yoxlayaq. Hava nasıl? Şu anda Bakü'de sıcaklık 19 derece ve çoğunlukla bulutlu bir hava var. Bugün sıcaklık en yüksek 21 derece, Deməli işləyir. Bəzi proqramlarda səs vasitəsilə açmaq mümkündür. Məsələn, YouTube-u aç. YouTube for Android TV'yi açıyorum. Gördüğümüz kimi YouTube-u açdı. Səsli axtarış sistemi yaxşı işləyir. YouTube-da da heç bir donma yoxdur. Normal, stabil bir video açaq. Təbii ki, reklam. Yenidən. A Ford Motor Company. Bu 4K 60 FPS HDR video. Bayaq qeyd etdiyim kimi bu prosesor belə keyfiyyətdə videoları dəstəkləmir. Amma biz buradan Full HD 60 FPS seçə bilərik. Gördüyümüz kimi problem olmadan istifadə olunur. Gəlin indi hər hansı bir 4K 30 FPS video axtaraq. 4K 30 FPS. Böyle bir video. Gördüğünüz kimi 4K 30 FPS problem olmadan göstərir. Ekranın yuxarısında temperaturu görürük. 62-65 dərəcə, 66 dərəcə arasında çox normal. Bu aparatda qızma yoxdur. Bu qədər. Düşünürəm ki, əsas məlumatları sizə verdim. Yenə Tvboxlarla nə sualı olan olsa, reylərdə yazıb soruşa bilər. Film proqramları, reklamsız YouTube, digər proqramları öz Tvboxlarına qurmaq istəyənlər də müraciət edə bilər. Bu qədər. Kanalıma abunə olun. Növbəti videolarda görüşərik.